Sadəcə olaraq işıq yuxarıdan vurur birbaşa. Çox adam deyir ki, bunun işıqlanması azdır. Deməli, əziz izləyicilərimiz, bir neçə gün idi ki, təxminən bir 10-15 gün olar ki, mağazanı yeniləyirdik. Wi-Fi artırıcılardır, Wavlink modelləri, 4G ilə işləyəni belə var. Bunlar hərəkət sensorlarımız, ağıllı panel modellərimiz, termostat modellərimiz. Burada yerlərimiz boşdur, yeni modellərimiz gələcək. Baxın, qaz və su krantlarını quraşdırmışıq. Hesablaşdırma necə gedir, ssenari necə yazılır bilmək istəyirsə, buyursun, gəlsin. Termostatlarımızın işıqlanması baxın belədir. Hər bir termostatın işığı, hər birini aktuatora qoşmuşam. Bununla da tanış ola bilərlər necə işləyir. Baxın, termostatların da artırdıqca aktuatorlarımız başlayacaq işləməyə. Bunlar bokslarımızdır, qoşmuşuq təbii ki. Baxın, artıq işləyə-işləyə başlayırlar. Aktuatorlar, bokslar. Baxın, boksda artıq ikisi aktivdir. Bu Wi-Fi ilə işləyən modellərdir. Bunlar bateriya modellərimizdir. Hələ bateriya qoymamışam. Onları da hamısını qoşduqca yoxlayacağım sizə. Baxın, artıq burada da ikisi qoşuldu. Burada qoşuldu. Bu Wi-Fi olan modeldir. Bunlarla işləyir. Onları hələ qoşmamışam. Aktuatorlarımız birazdan hamısı açılmağa başlayacaq.